Salam dəyərli şagirdlər, hər vaxtınız xeyir olsun. 9-cu siniflər üçün keçirilmiş monitorinq riyaziyyat suallarının izahına baxacağıq. Elə başlayaq birinci sualımızdan. Nə deyir birinci sualda? Rombun diaqonalları hasili 96 olarsa, rombun sahəsini tapın. Yəni diaqonallar hasilini bizə verib. D1, D2 hasilini verib neçə? 96. Axı biz romb üçün sahə düsturu bilirik. Ki, sahə düsturu nədir? Diaqonalları hasilinin yarısı deyilmi? Onda gətirib yazacağam yerinə. 96 bölünsün 2 bərabərdir nəyə? 48. Doğru cavab variantı B variantı. 52-ci sualın izahına baxaq. 52-ci sualda nə deyir bizə? İki oxşar üçbucağın sahələri nisbəti uyğun olaraq. Aha, 64-dən 16-ya. Böyük üçbucağın hündürlüyü 8 olursa, kiçik üçbucağın hündürlüyünü tapın. Şagirdlər, biz bilməliyik ki, üçbucaq sahələr nisbəti hər zaman bizdə nəyə bərabər olur? Mütənasiblik əmsalının kvadratına. Hündürlüklər nisbətimiz nə olurdu bizdə? Daha doğrusu böyüyün. Böyüyün hündürlüyün kiçik hündürlüyə nisbətidir. Onda K mütənasiblik əmsalına bərabər olmuş olacaq. Gətirib yazsaq yerinə 64 16 bərabər olur. K kvadratında yerinə K-nın ifadəsini yazsam, onda nə olacaq? H böyüyün də H kiçiyə nisbəti və harda kvadratda. 64-ün 16-ya nisbəti bərabərdir nəyə? 8-in böyüyün hündürlüyünü verib 8, kiçiyin hündürlüyünü soruşur birdən. H kiçik. Bağla kvadrat. Hər tərəfdən kök alsam nə olacaq? 8, 4 bərabərdir 8. H kiçik. Çarpaz vurulanda nə olur? 8 dənə H kiçik bərabərdir. 4 vurulsun 8-ə. 8-lər ixtisar getsə, onda kiçiyimizin hündürlüyü nəyə bərabər olmuş olur? 4-ə. A variantı. Keçdik 53-cü sualımızın izahına. 53-cü sualda nə deyir bizə? Demək, düzbucaqlı üçbucaqda. Axı biz Evklit düsturları bilirik ki, düzbucaqlı üçbucaqda düzbucaq tərəfindən endirilmiş hündürlüyün kvadratı, h-ın kvadratı nəyə bərabər olur? Proyeksiyalar hasilinə. Yəni 8-in kvadratı bərabər olmuş olacaq nəyə? 4 vurulsun x-a. 64 bərabərdir 4x-a. X neçə çıxır? 16. C variantı. 54-cü sualın izahına baxaq. Demək, nə edirik? Bizə belə bir ifadə verilib. X kvadrat bölünsün x minus 6 bərabərdir 8x bölünsün 12-yə x minus 6. Nə edirik? Hər tərəfi 2 keçirdə bir tərəfə. Demək, x kvadrat bölünsün x minus 6 minus 8x minus 12 bölünsün x minus 6. Orta məxrəcdir zaten. Olduğu kimi saxlayırıq. Bir kəsirdə yazsaq nə olar? X kvadrat minus 8x plus 12 bərabərdir 0. Uşaqlar, biz ilk növbədə nə yazmalıyıq? X fərqlidir nədən? 6-dan. Yəni məxrəc 0-a çevrilə bilməz. X-in 6 qiymətində məxrəc 0 olduğu üçün X heç zaman 6-nı ala bilməz. İndi yuxarını da biz vuruqlara ayırsam, o hansı ədəddir ki, toplayanda 8 viet kimi baxsam, hasili isə 12 verən ədədlər neçə olur? 2 ilə 6 olur mu? Bəli, hasili 8. Onda vuruqlar nə şəkildədir? X minus 2, x minus 6 bölünsün x minus 6-ya bərabər 0-a. Hasil nə zaman 0 olur? Sürət 0 olduqda, yəni x minus 2 bərabər 0, x bərabər 2, x minus 6 bərabər 0, x bərabər 6. Axı misalda biz demişdik ki, x 6-nı ala bilməz. Demək, kök nə olur bizdə? 2-yə bərabər olmuş olur. Doğru cavab variantı A variantı. 55-ci sual. 55-ci sualda nə edəcəyik biz? Demək, birinci böyük düzbucaqlının sahəsini tapacağıq. Sonra 2 dənə rəngləmiş hissənin sahəsini çıxsaq, yerdə qalacaq bizə nə? Lazım olan sahə. Demək, gəlin elə şəkilin üzərində işləyək. Bu böyük düzbucaqlı üçbucağın sahəsini necə taparıq? En vurulsun uzun deyilmi? Eni 8-dir, uzunluğu neçədir? 12. Onda bu neçə elir? 96 elirmi? 96-dan mən çıxacam nəyi? Bu 2 dənə sahələri, qələmlə yazın. Bax, bu 2 dənə sahə. 2 dənə burada sahə nədir bizdə? Düzbucaqlı üçbucaq deyilmi? Onda düzbucaqlı üçbucağın sahəsi nə olur? 6 katetlərin hasilinin yarısı. Bir də 2 misli. Yəni 2 dənə o düzbucaqlı üçbucaqdandır. Bərabərdir. O 2-lər ixtisar getsə 96-dan çıxacam nəyi? 48-i. Neçə elir cavab? Demək, elə 48 eləmiş olur da. Doğru cavab variantı A variantı. Aydın oldu mu? Növbəti sual. Məxrəci irrasionallıqdan azad edək. Elə gəndə şəkillərin üzərində yazın. Məxrəci irrasionallıqdan azad etmək nə deməkdir? Neçənci sual oldu? 56-cı sual. Nə edirdik? Məxrəcin qoşmasına vuracaq. Məxrəcin qoşması nə olacaq bizdə? 2 kök altında 2 minus kök altında 3. Qoşması nə olacaq? Bu ifadənin pilosu.
2 kök altında 2 plus kök altında 3. Onda sürəti də vurmuş olmayacaq. Onda nə olur? 2 kök altında 2 plus kök altında 3. Məxrəc nəyin açışı verir? A kvadrat minus B kvadratın açışı deyilmi? Yəni A minus B, A plus B'nin açışı. Onda nə olacaq? 8, yəni 2 kök 2'nin kvadratı 8. Kök 3'ün kvadratı nə verir? 3. Sürət olduğu kimi qalsın. 2 kök altında 2 plus kök altında 3. 8'dən 3'ü çıxanda 5 verir, vermir. 5 ilə 5 ixtisar 7. Yekunda nə qaldı? 2 kök altında 2 plus kök altında 3. Doğru cavab variantı C variantı. 57-ci sual. Ədədin kəsir hissəsini tapın. Biz bilirik ki, ədədin kəsir hissəsini tapmaq üçün ədəddən çıxacam nəyi? Tam hissəni çıxmır amma. Birinci əvvəla biz bilməliyik ki, görək 38'in tam hissəsi neçədir? 38 hansı iki tam ədəd arasında yerləşir? 38. Kök 36'dan böyük, kök 49'dan nə? Kiçik. Yəni 6'dan böyükdür, 7'dən kiçik. 38. Onda kök altında 38'dən təqribən neçə çıxır? 6 tam neçəsə, düzdürmü? Buna deyək ki, 6 tam, məsəl üçün deyirəm, 6 tam onda 7. Bu ifadənin tam hissəsi neçə oldu? 6. Kəsir hissəni tapmaq üçün ədəddən tam hissəni çıxmır amma. Ədədim kök altında 38'dir. Çıxdım tam hissəni 6'nı. 38 minus 6. Kök 38 minus 6. D variantı. 58-ci sual. A-1 və A2 hər ikisi eyni anda olduqda hansı ifadənin mənası olmaz? Yəni, ifadənin mənası olmaması üçün məxrəc sıfıra çevrilməlidir. Bizdə A variantında görürəm ki, 2-də yalnız ödəmir. Ancaq məndə deyir ki, A olduqda da hər ikisi paralel. Burada B-də görürəm ki, 1 qoyduqda ödəmir. C variantında -1 sıfıra çevirmir zaten. Baxın, D variantına baxın. -1 ilə 1'i toplasam 0. 2'dən 2'ni çıxsam 0. Demək, eyni anda hansı ödəmir? D variantı. Mənası yoxdur da, yəni kəsirimiz məxrəci sıfıra çevrilir. Hansı ifadəni kök 7 minus 2 ifadəsini vurduqda 3 alınır? Bilmirsən, neynirsən? Gəl vuraq. Kök 7 minus 2 hansı ifadəyə vurduqda? Bilmirsən, x-a vurduqda bərabərdir, nə alınmalıdır? 3 alınmalıdır. Buradan biz x-i tapsam 3'ü kök 7 minus 2'yə bölərəmmi? Bu da elə nədir bizim? Məxrəcin icraksiyonluqdan azad etmək. Neynirdik? Bayaq buna aid bir sual yazdık. Qoşmasına vurub böləcək. Onda qoşması plusa vurmuşam. Sonra da surəti də neynəyəcəm? Plusuna vurmuş olacam. Yenə də A kvadrat minus B kvadratın açılışı verir. Kök 7'nin kvadratı 7. 2'nin kvadratı 4. 7'dən 4 çıxıram. 3 kök altında 7 plus 2. 7'dən 4 çıxıram 3. 3 ilə 3 ixtisar gedir. Nə qalır? Kök 7 plus 2'yə bərabərdir. Kök 7 plus 2. Doğru cavab variantı C variantı. Gəldik növbəti suala. ABC üçbucağında AY və BD medianlardır. Medianlar nədir uşaqlar? Qarşı tərəflər çəkilirsə yarı-yarı bölür. Bunları bildik. K nöqtəsində kəsişir. AK 8. Axı medianların bir xassəsi var ki, medianlar təpədən başlayaraq 2-1 nisbətdə bölünmürmü? Tamam, əgər AK 8-dirsə, burada yerdə neçə düşür? 4. Niyə? 8 ilə 4'ün nisbəti nədir? 2-1 nisbəti. KD-ni verib 3. KD 3 verib. Sonra təpədən indirilib. Tərpə tərəfi nə olacaq? Bunun 2 misli, yəni 6. Məndən nəyi soruşur? BK. BK məsafəmin nədir? 6. 6 plus. AY məsafə nədir bizdə? AY-ni soruşur nəyə? AY məsafəsi də nədir? 4-dən 8, 12. Cəm neçə eləyir? 18. Doğru cavab variantı Y variantı. 61-ci sual. Demək, bu kvadratla kök gedəcək 15 plus mənfini kvadrat müsbətə çevirəcək və yaxud da ki, kökdən biz demişdik hər zaman nə çıxır? Modulda çıxır. Plus bu kvadratdan kök 7 minus eyni qaydada da kvadratdan kök çıxacaq, mənfi modulda çıxacaq. 15 mənfi 10'un modulu neçə eləyir? 10 plus 7 mənfi 12'nin də modulu elə nə eləyir? 12. Toplasoy 25, o da 7. 32'dən 12 çıxsam neçə qalır? 20. Doğru cavab variantı Y variantı. İfadəsini sadələşdirək. Neynəyəcək burada? Demək, 6,5 vursun 10 üstü mənfi 7 plus 1,8 vursun 10 üstü mənfi 8. Şagirdlər, baxırıq, ortaq vuruğun mütərizə xaricinə çıxarılması. 10 üstü mənfi 7 var, 10 üstü mənfi 8 var. Bəzən burada şagirdlər çəkir. Biz mütərizə qarşısına hər zaman nəyi kiçik ədədi çıxarmırıq. Məsəl üçün, A kvadrat plus A-nın kubu. Biz burada hansı vuruğa çıxardırıq? A kvadratı çıxartmırıq mı? İndi görürəm ki, 10 üstü mənfi 7, 10 üstü mənfi 8-dən böyük ədəddir də. Sıfıra hansı ədəd yaxınsa o daha böyük olmurmu? Ona görə mən ortaq vuruq kimi
10 üstü mənfi 8-i çıxarsam, birinci ifadəmdə qalacaq 6,5 vurulsun, bir dənə 10 üstü 1 qalır. Niyə? 10 üstü mənfi 8-i 10-a vuranda 10 üstü mənfi 7-ni versin. Aydındır mı? Yəni bu şəklə görə. Plus, üzərinə gələcəm nə? 1 onda 8. Çünki 10 üstü mənfi 8 çıxdı qarşıya. 10 üstü mənfi 8 qalarsın yerində. 6,5-i 10-a vuranda vergül bir vahid sürüşür sağa, olur 65. Onun üzərinə 1 onda 8-i gəlsəm nə olur? 66,8 olurmu? Yəni 10 üstü mənfi 8 vur, 66,8. Qoy bir dənə aşağını sileyim. Bu belə. Sonra biz bunu nəyə gətirməliyik? Standart şəklə gətirməliyik də bizdən sadələşdirməsini istəyir. Bərabərdir. Vergül bir vahid 10 üstü mənfi 8 saxladım. Vurulsun. 66,8-i yazaram. 6,68 yazıram. Sonda 10 üstü 1 bir dənə yazacağım. Əsaslarımız eyni olanda hasil əməlində qüvvət nə olurdu? Toplanırdı. Yəni 6,68 vurulsun. Mənfi 8 ilə də 1-i toplayanda 10 üstü mənfi 7 qalmış olacaq. Yəni doğru cavab variantı nə olur? 6,68 vurulsun 10 üstü mənfi 7. C variantı. Növbəti sual. Növbəti sual nə deyir? Şəkilə əsasən hansı paralel deyi? Aha, bunlar paraleldir. Onlar x-i tapın. Biz burada nəyə baxacaq? Fales teoreminə. Uyğun tərəflər nisbəti. Yəni bunun buna nisbətidirsə, bunun da buna nisbət olmuş olacaq. 4-ün 6-ya nisbəti bərabərdir nə? 6-nın x-a nisbəti. İxtisarlarımızı aparsam 2-yə, 3-ün 2-yə nisbəti bərabərdir 6-nın x-a. Çarpaz vurduqda 2x bərabər 3 vurulsun 6. X-i neçə tapırıq? X-i 9 tapmış olacaq. Bu şəkildə. Aydındırmı? Gəldik növbəti suala. Hansı variant doğru deyil? Mənfi 6 tam ədəd deyil. Xeyr, tam ədəddir. Biz bilirik axı, naturallar əksi hamısı birlikdə tam ədəddir. Bizdə doğru olmuyor. Hansı variant doğrudur? Bu doğru deyil. Kök altında 8 rasional ədəd deyil. Bəli, kök altında 8 bizdə nədir? İrrasional ədəddir. Doğru elə variantımız bu olmuş olacaq. Digərlərinə baxsaq. Kök altında 16 rasional deyil. Xeyr, rasionaldır. Əslində bu da yanlışdır. Əslində nə olmalıdır? Rasional olmalı idi. Kök altında 14 irrasionaldır. Bu şəkildə. Mənfi 7-də 2 tam ədəd. Tam ədəddir yox. Xeyr, tam ədəd deyil. Aydındır. Doğru cavab variantımız elə B olmuş olacaq. Tənliyin kökləri cəmini tapın. Mən görürəm ki, kvadrat tənliyidir. Burada nə edirəm? Hər bir həddin 4-ə ixtisar aparsam, kvadrat tənliyim x kvadrat plus 4 dənə x plus 4 bərabər 0 şəklinə düşəcək. Köklər cəmi soruşduğuna görə çevrilmiş kvadrat tənlikdə biz bilirik ki, köklər cəmi nəyə bərabərdir? Əks işarənin ikinci həddin əmsalına, yəni mənfi 4-ə. D variantı. 66-cı sual. Verilmiş tənliklərdən hansının 2 bərabər kökü var? 2 bərabər kökü olması üçün diskriment nəyə bərabər olmalıdır? 0-a bərabər olmuş olmalıdır. Biz cavablara baxsaq, elə bu hansı düsturun açılışıdır? X minus 6 bağlaq kvadrat bərabər 0 tənliyin həlli demək. Yəni, müxtəsər ma düsturunu açsam, birincinin kvadratı minus birinci ilə ikincinin 2 misli plus ikincinin kvadratı 36 bərabər 0. Bax, bu tənliyin 2 bərabər kökü var. Hamısı köklərdə olar, 6 kökünə bərabər. Yəni, kök 6-ya bərabərdir. X1 bərabərdir, X2 o da 6-ya bərabərdir. Doğru cavab variantı D variantı. Ədədi 2 dəfə artırsaq, ədəd necə dəyişər? Baxın bura. Bu tip misallarda çalışın hər zaman neyinin? Yerinə bir ədəd qoyun. Məsəl üçün 10 ədədi götür. Neyniyəcəm burada? Ədədi 0,2 dəfə artırsam, onu 0,2 artırmaq nə deməkdir? Yəni vuracaqsan da, onu 10,2-yə vuracaqsan. Olacaq nə? Demək, ədədimiz 2 vahid artır. Əvvəl 10 idi, 2 vahid artsa nə olacaq? 12 olmuş olacaq. Əvvəl 10-dur, gəldi 12-yə. Neçə faiz artır? 20%. Müəllim hər zaman ödür? Bəli, hər zaman ödəyəcək. İstəyirsən 100 götür. İlkin ədədi 100 götür. 0,2 dəfə artsa nə edərəm? 100-ü vuraram 10,2-yə. İxtisarlarımı apardım 20. 120 vahid artdı. Neçə oldu? 120. Əvvəl 100 idi, oldu 20. Neçə faiz artır? 20% artmış olacaq. D variantı. Növbəti sualımız nə gəlir bizdə? Demək, qələm ora getdi. Neysə. Üzərində izah edirəm. X müsbət ədəddir, yəni 0-dan böyükdür. Y də mənfidir, Z də mənfidir. Aşağıdakılardan hansı doğrudur? Uşaqlar, baxın. Cüt sayda mənfilərim olduqda müsbət olmalıdır. Bu əslində olmalı idi müsbət. Demək, A getdi. B-yə bax. X, Y hasilinin üzərinə Z-i gəlib müsbət alıb. X müsbət, Z mənfi ədəd. 2 müsbət, bir mənfi, bir müsbətin hasili mənfi verəcək. Mənfinin üzərinə mənfi gəldikdə heç vaxt müsbət ədəd verməyəcək. B də getdi.
S-yə bax, y-lə z-i toplayıb, y də mənfi, z də mənfi. 2 mənfi ədədin cəmi müsbət ədəd verə bilər. Xeyr, getdi. X, y hasili sıfırdan böyükdür. X müsbət, y mənfi. Onda hasili necə müsbətə verə bilər? Əslində kiçik sıfır olmalıdır. Bu da getdi. Növbəti variant nə qaldı? Y variantı. Y, z hasilim. İkisi də mənfidir. Mənfi mənfiyə də müsbət verir. X də zaten müsbətidir. 2 müsbətin hasili də nə verir? Sıfırdan böyük. Elə doğru cavab variantımız Y variantı olmuş olacaq. Aha, gəldik 69-cu suala. M ədədi n-in böləni, k ədədi isə f-in böləni olarsa, əbob m-in plus əbob k-f-i tapın. M ədədi n-in bölənidirsə, yəni n m-ə nə olur? Bölünür də. N böyük olur m-lə. Biz demişdik ki, bu ifadələrdə əbob kiçiyi, əkob isə nəyə götürüləcək? Böyük götürülmüş olacaq. N-i bölür. Hə, doğrudur. Demək, onda nə olacaq? Əbob m plus əkob da, indi k-f-in böləni, k-f-i bölür. Yəni f k-ya bölünürsə, yəni f k-dan böyükdür. Kiçiyi əbob k olmuş olacaq. Yəni m plus k. Harada verir bu ifadə? A variantı. Bu şəkildə. Xəritədə ölçüsü 1 desimetr, həqiqi ölçüsü 800 metr olan yolun təsvir edildiyini bilərək miqyası tapın. Şagirdlər, bilirik ki, miqyas nədir? Plandakı ölçünün həqiqi ölçüyə nisbətidir. Düzdürmü? Sadəcə biz nəyə baxacaq burada? Çevirmələrə. Biri desimetr verib, biri metr verib. Onda metri də nəyə gətirilmiş olacaq? Desimetrə gətirmiş olacaq. Onda nə edirik? Biz bilirik ki, 1 metrimiz neçə desimetrdir? 10 desimetr deyilmi? Onda 800 metrimizdə nə olacaq? 8000 desimetr. Və miqyasını tapırıq. Miqyası necə tapacaq? Plandakı ölçünün həqiqi ölçüyə nisbəti. Plandakı ölçü nə deyil? Xəritədəki ölçümüz olmayacaq mı? Yəni 1-in nəyə nisbət olacaq? Həqiqi ölçümüz 8000-ə. Varmı belə bir cavab variantı? C variantı. 71-ci sual. Aha. 71-ci sualda nə deyir? Kvadratın tərəfini 25 cm-dən 35 cm-ə qədər artırdıqda kvadratın tərəfi neçə faiz artar? Kvadratın tərəfi neçə faiz artar? Gəlin birinciyi 25-ə görə neçə faiz artar? Hə, heç sahəni tapmağa ehtiyac yoxdur ki, mən sahəni niyə tapıram? Tənasib quraram da bunun üçün. Demək, 25 cm, ilkin qiyməti biz hər zaman nə götürürdük? 100% götürmürdük mü? 25 cm-dən artıb 35 cm-ə. Onda 35 cm-də neçə faiz olub? X faiz. Bilmirəm. Tənasibə görə x-i tapsam, 25 vurulsun x bərabərdir. 35 vurulsun neçə? 100. Buradan 25-lə 100-i ixtisar aparsam 25-ə 4 qalır. X-i də tapsam, 35-i 4-ə vursam nə alıram cavab? 140 alıram mı? 4, 5-in 22, hətta 4-ün 12, bəli, 140. X-i tapdım neçə? 140%. Demək, əvvəl 100% idi, olub 140%. Neçə faiz artıb? 40% artıb. B variantı. Gəldik. Variantlardan hansı mürəkkəb ədədin sadə vurğuları ayrılışıdır? Yəni, sadə vurğulara ayrılışı o deməkdir ki, bütün vurğularım hansı şəkildə olmalıdır? Sadə şəkildə. A-ya bax, 6 var, mürəkkəb ədəd. Y-yə bax, 8 var, mürəkkəb. Demək, aha, burada bir məsələ var. D-də getdi, burada B variantı da var. 1, 3, 5 sadə vurğuların ayrılışıdır. Aha, bir axı nə sadə, nə mürəkkəbdir. Aydındır, onda elə nə olacaq? C variantı. Hesablayın. Əbob 12, 24, 36. Nə edirdik biz bunlar üçün? Ortaq sadə vurğuları ayırdıq, ortaqlarını götürdük. Amma belə baxan kimi 12 görsənir əbob. Niyə? Çünki əbobda biz demişdik ki, bir ədəd digər ədədə tam bölünürsə, əbob nəyə götürülür? Kiçik olanı. Görürəm ki, 12 də 24 də 12-yə tam bölünən ədəddir. 36 da 12-yə tam bölünən ədəddir. Ədəd nə olacaq? 12 olmuş olacaq. Belə də ki, gəlin sadələşdirək. 2, 6, 2, 3, 3, 1. 24-ü sadə vurğulara ayırsam 2, 12, 2, 6, 2, 3, 3, 1. Eyni qaydada da 36, 2, 18, 2, 9, 3, 3, 3, 1. Ortalarım nədir? 2, 2, 2. Bu 2, bu 2, bu 2. Bu 3, bu 3, bu 3. Onda ortaqlar nədir? 2 vur, 2 vur, 3. Elə nəyə bərabərdir? 12-yə. Əbob nəyə bərabər olmuş oldu? 12-yə. Doğru cavab variantı C variantı.
Hesablayın. 74-cü sualda bir nəyə diqqət yetirməlisiniz? Biz bilirik ki, A üstü mənfi nədədir? 1 bölünsün A üstü E-nə bərabərdir. Kəsrlə verildikdə isə A bölünsün B üstü mənfi o deməkdir ki, B bölünsün A üstü E-nə. İndi mən görürəm ki, qüvvətim nədir? Mənfi 2. Onda kəsirim nə şəkildə düşəcək? 4-də 9 yerin dəyişəcək. Vurulsun və qüvvətin xassəsinə görə A üstü N üstü M. Hansı şəkildə olur? A üstü N vurulsun M. Onda nə olacaq? A üstü mənfi 3 mənfi 2'ye vursam 6 vurulsun. B-ni 4'ü mənfi 2'ye vursam B üstü neçə verəcək? Mənfi 8 vermiş olacaq. Onda doğru cavab variantımız neçədir? Daha doğrusu 4'də 4 yox. 4 nə idi? 16. 4'ün kvadratı 16'da 9. A üstü 6. B üstü mənfi 8. Elə cavab variantımız var mı? C variantı. 75-ci sual. Hasili 1'ə bərabər olan ədədləri göstərin. Hansı ədədlərin hasili 1'ə bərabərdir uşaqlar? Tərs ədədlərin. A bölünsün 1 bölünsün A-nın hasili nəyə bərabərdir? 1'ə. Mən baxıram ki, A variantına baxın. 0,25 nə deməkdir? 4'də 1 deyilmi? Və 4. Yəni 4 ilə 4'də 1'in hasili 1'dir. B variantı bizdə nədir? Əks ədədlərdir. Bunlar da heç 2 ilə mənfi 2'də 1'dir. Mənfi 2 burada da nədir? Bilinmir. 5 ilə 5'də 1'dir. Daha doğrusu 2'də 1 və s. Elə doğru cavab variantımız nə oldu? A variantı. Yaxşı uşaqlar, sağ olun.